Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Değerli insanlar, əziz müsəlmanlar, assalamu aleykum və rahmetullahi və berekatuhu. Hamınızı Allahın salamı ilə salamlayıram. Xoş gördük sizin hamınızı. Bugünkü bizim Kur'an-ı Kerim mevzusu həşr ilə əlaqəli olacaqdır. Bu barədə Kur'an-ı Kerimdə 24 ayət-i kərimə keçməkdədir. Həşr qiyamət günündə insanların Allahın huzurunda toplanması deməkdir və bu barədə bugün bizim Quran söhbətimiz olacaqdır və bütün ayətlər ilə əlaqəli, bununla əlaqəli bütün ayətləri biz məsələ ilə əlaqəli aydınlaşdırmağa, həşrin nə demək olduğu, necə olacağını və o günə qədər insanın bu dünyada axirət üçün hazırlanmasından və s. ayələrlə biz bugün mövzuyu aydınlaşdırmağa çalışacağıq. Kanalıma abunə olaraq dəstək ola bilərsiniz. YouTube, Odnoklassnik, VK saytlarda dərsləri izləyə bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm. Sabah 27 may Qurban bayramıdır. Allah ibadətlərinizi qəbul eləsin. Qurban ibadəti Adəm Peyğəmbərin yaradılışından sonra fərz olan ibadətdir. Qurban ibadəti qoyun, keçi, inək və dəvə heyvanlar qurban edilir və bu qurban ətləri 3 yerə bölünür. Evdə saxlanılır, ev əhalisinə, ev üçün saxlanılır. Qurban kəsilən insanlara yedirilir və paylanılır, 3-ə ayrılır. Qurban ibadəti dediyim kimi Adəm Peyğəmbərin yaradılışından bəri olan ibadətdir. Bəzi söyləntilər var ki, İbrahim Peyğəmbər oğlunu İsmayılı qurban edəcək vaxtında sonra bu qurban vardır deyə belə söyləntilər də vardır. İbrahim Peyğəmbərin oğlu İsmayılı qurban edilməsi Allahın onun üçün müəyyən etdiyi bir imtahan idi və İbrahim Peyğəmbər o imtahandan Allahın əmr etdiyi şəkildə layiqincə keçdi. İbrahim Peyğəmbər yuxuda da görür ki, oğlunu kəsir və qurban eləmək üçün belə yuxu görür. İki dəfə oğluna danışır bunu. Oğlu da deyir ki, Allah necə əmr edibsə, mən də Allahın əmrinə razıyam. Belə söyləntilər var. Sonra hansısa İbrahim Peyğəmbər onu kəsmədən qabaq onun boğazını kəsmək üçün bıçaq götürüb, bıçağın iti tərəfi korlaşıb, o vaxt göydən qoyun enib, bu uydurmalardır. Qoyun, keçi, dəvə, inək o Adəm Peyğəmbərin də dövründən bu günə qədər olan ibadət şəklidir. Adəm Peyğəmbər də həmin qurbanı Allah üçün kəsib. Allahın adı ilə biz onu kəsirik. İstəyən hər insan özündən kəsə bilər, ev əhalisindən kəsə bilər. Fərq yoxdur. Böyük, kiçik fərq yoxdur. Hər kəs istədiyi kimi qurban kəsilə bilər. Allahın adı ilə kəsilir həmin qurban. Bismillah, Allahu Ekber deyərək. Və həmin heyvanın da nöqsansız olması şərtdir. Yenə deyirəm, qurban ibadəti İbrahim Peyğəmbərdən yox, Adəm Peyğəmbərdən sonra başlayır. İbrahim Peyğəmbərin oğlu İsmayılı qurban edilməsi də Allahın İbrahim Peyğəmbər üçün adicə elədiyi bir imtahan idi. Allah bütün peyğəmbərləri sınağa çəkir, imtahan eləyir. Bəzilərinə müxtəlif imtahanlar verir. O da ona verdiyi bir imtahan idi. Allah ibadətlərinizi qəbul eləsin. Acı bir gerçək də qeyd eləyim. Quran-ı Kərimdə həcc ibadəti Əl-Həccu Əşhurul Məlumat deyə bildirilir. Günümüzdəki ənənəvi din anlayışı həcc ibadəti Ramazan ayından sonra Şəvval, Zülqədə və Zülhiccə aylarında ediləsi 3 aylıq ibadəti ənənəvi din anlayışındakı uydurmaçılar bunu 3 günə indiriblər. Güya Peyğəmbər bu gündə ibadət edir. Peyğəmbər öz ömründə Məkkə bölgəsində yaşadığına baxmayaraq öz ömründə bir dəfə həcc ibadəti yerinə yetirmişdir. Günümüzdəki müsəlmanlar da o günü
götürərək həcdə izdihamlar yaşadır. Daha həcdə olan bəzi uydurmalara toxunmuram mən. Şeytan daşlamadan tutma o qədər uydurmalar var ki, orada həyata keçirilən. Onlara toxunmuram. 3 aylıq həcc ibadəti 3 günə endirilib. Günümüzdə eləyən həcc ibadəti Qur'anla uyğun olmayan ibadət şəklidir. Bizim vəzifəmiz Qur'anda Allahın əmir buyurduğu ayələri insanlara çatdırmaqdır. Vəssalam. Həm mənim, həm də digərlərin. Mövzuya keçək indi. Həşr mövzusunun bir ön sözlə məsələyi aydınlaşdırmağa çalışaq. Həşr sözü kəlmə etibarilə hər bir insanın öldükdən sonra bu dünyada dirilib, hesaba çəkiləcəyi və bütün insanların bir yerə toplanacağı gündür. Həşr. Sözlükdə toplanma və bir araya gəlmək olan həşr term olaraq uca Allahın insanları hesaba çəkmək üzərə öldükdən sonra bu dünyada təkrar dirilişdən, yaradılışdan sonra bir araya toplanmasıdır. İnsanların toplandıkları yerə məhşər və ya ərəsat deyilir. Ərəsat meydanı və ya məhşər deyilir. Sirat köprüsü deyə bir şey yoxdur. Sirat köprüsü bu dünyada bizim getdiyimiz yoldur. Həyat yoldur Sirat köprüsü. Bəzi uydurmacılar götürüb cəhənnəmin üzərində hansısa köprü qoyublar. 5000 il belə, 5000 il düz 5000 il də aşağı gediləcəsi deyə belə uydurmalar var. Hamısı da Qurana uyğun olmayan söyləntilərdir, uydurmalardır. Sirat köprüsü deyə bir şey, anlayış Quranda yoxdur. Quranda olan anlayış qiyaslasaq siratı bizim həyat yolculuğumuzdur. Həyatda, dünyada necə yaşadınsa, elə də səni və ya da məni biz necə yaşamışıqsa, elə də bizi imtahan eləyəcək. Yaxşı insan olmuşuqsa, pis insan olmuşuqsa, biz əzab görəsirik. İman əhli Allaha təslim bəndə olmusansa, sənə şad, yaxşı. Əgər ibadət eləyib də Allaha bir takım bəzi rituallar adı altında rabitələri eləyib Allaha ortaq qoşsan, Allahla kimisə aradan alsan, Allah Teala Qurani Kərimdə Maun surəsində deyir ki, onların namazlarını da lənətləyirəm. Diqqətli olun. İbadət məsələsində ibadəti bölüşdürməyin. Bunu Peyğəmbər üçün, bunu şeyx üçün, bu onun üçün ibadətləri bölüşdürməyin. Hər bir şey Allah üçün eləyin. Məndən deməsi, sizdən eləməsi, mən sadəcə Quran ayələri sizə səsləndirirəm. İnsanların toplandıqları yerə məhşər və ya ərəsat deyir. Qiyamətdə öldükdən sonra diriliş bir göz qırpımı qədər az vaxtda olacaqdır. Ölən insan üçün bizim bildiyimiz kimi zaman anlayışı yoxdur və ya ölən insan gündüz vaxtı tanışma ilə keçən az bir müddətdə qaldığını hiss edəcəkdir. Öldükdən sonra dirilmə elə bir ki, gündüz vaxtı bir tanışma qədər az bir vaxtda qaldım və dirildim. Bu qədər göz qırpımı qədər hətta desək ki, az bir vaxtda diriliş olacaqdır. Biz bir göz qırpımı qədər vaxt anidən qopacaqdır qiyamət. Bir göz qırpımında. Bu qədər az bir zamanda olacaq haqq hesab, diriliş arasında qəbir əzabı və qəbir həyatı anlayışı ənənələrin uydurmalarıdır. Bu barədə də mən bir Quran dərsində danışmışdım. Qəbir həyatı və yaxud da qəbir əzabı anlayışı Qurani Kərimdə yoxdur. El arasında və ənənəvi uydurma din anlayışında olan insanlar qəbir həyatını önə sürürlər. Orada sorğu-sual var, orada cəza var, orada mükafat var. Qəbir kiməsə görə cənnət bağçası, kiməsə də görə cəhənnəm çuxuru uydurmalardır. Çünki qəbirdə həyat yoxdur. Orada ölü cəsəd var. Onun ruhu Allah qatına gedir. Ora o ancaq Allah qiyamət qopacaq və ruhlar bədənlərə qaytarılacaq. Ancaq o zaman o qalxacaq, nə isə hiss eləyəcək. Yoxsa ölmüş insan üçün nə cəza, nə də mükafat yoxdur. Çünki ölmüş insanların bayaq dediyim kimi bir göz qırpımında qədər az bir zaman vaxtında olacaqdır qiyamət. Onlar üçün zaman anlayışı bizim bildiyimiz 1 il, 10 il, 1 əsr, 1 vek anlayışları ölən insanlar üçün yoxdur. Ölmüş insanlar
yuxudamış kimidirlər. İnsan gecə yatanda səhərə qədər nə qədər vaxt keçirdiyini bilirmi? Bilmir. Ölmüş insan necə Quranda da deyir ki, ölüm ilə yuxu bir-birinin qardaşıdır, o qədər yaxındır bir-birlərinə. Qəbir əzabı və yaxud da mükafatı və yaxud da həyatı anlayışı dində yoxdur. Doğru dində yoxdur. Uydurma dində bunu əlavə ediblər. Qəbir əzabı anlayışı Quranda olmayan bir anlayışdır. Haqq hesab sadəcə yenidən dirilişdən, yaradılışdan sonra olacaqdır. Ölən insan üçün indi nə mükafat, nə də əzab vardır. Sorğu-sual qəbirdə münkər və nakir ilə olmayacaqdır. Sorğu-sual yenidən diriliş günü olacaqdır. Necə olacağını biz bilmirik. Bir mələk mi soruşacaq, 2 mələk mi, 10 mələk mi olacaq bilmirik. Münkər nakir mi olacaq onu da bilmirik. Bu münkər nakir digər uydurma rəvayətlərdən əsasən bu Yahudilərdən keçmə şeylərdir. Öldükdən sonra bizi necə sorğu-sual eləyəcəyini Quran bildirmir. Bizi sorğu-sual eləyəcəyini deyir. Amma kimlər gələcək, 1 mələk mi, 10 mələk mi, 5 mələk mi, 2 mələk mi vəzifəlilər gələcək biz onu bilmirik. Buna dəqiq bir şey deyə bilmərik. Sən yaxşı insan ol, sənin üçün yaxşı olacaq. Pis insan olsan, sənə ziyan olacaq. Həşr günü insanlar öz dərdlərini hesab sualdan təmiz çıxmayacaqlarını düşündüklərindən yaxınları ilə belə maraqlanmayacaqlardır. Bəzən olur ki, insanlar deyir, hamı birlikdə diriləcək. Necə yaxında olan adamı tanımayacaq? Biri digərindən o gün qaçacaq. Çünki hər kəs özünün təmiz çıxartmaqdan ötürü çaba göstərəcək, amma hər kəsin əməli qarşısında olacaq, etdiyi hər şey qarşısında olacaqdır. Valideynlərin övlada, övladın da valideynə maddi mənəvi bir yardım edə bilməyəcəyi bir gündən söhbət gedir. Bu dünyada övladın valideynə, valideynin övlada ən yaxşı, ən güclü dəstəyi bu dünyada var. Amma o dünyada valideyn övladdan, övlad valideyndən qaçacaq. Çünki hər kəs istəyəcək ki, öz günahlarımı kiminsə üstünə atam, necə mən təmizə çıxım anlayışında olacaq hər bir insan. Bunun üçün ədalətli insan olun. Allah Teala deyir, Quran yoluyla gedənə nə qorxu, nə də üzüntü var. O dünyada üzüntü və qorxu olmaqdan ötürü bu dünyanı doğru yaşayın. O gün mömin olanların üzləri parıldayacaq, Qur'anı kənar edənlərin üzləri isə qapqara olacaqdır. Hər insan necə ölmüşsə elə də diriləcəkdir. Hansı yaşda diriləcəyimizi Allah Qur'an-ı Kərimdə bildirməmişdir. Bəziləri 25-33 yaşlarında diriləcəyini deyirlər. Bu da yenə Yahudi mənbələrindən və yaxud da digər uydurmalarından götürülən bir şeylərdir. Qur'an-ı Kərim dəqiq neçə yaş olacağını bildirmir. Bunu ancaq Allah Teala bilir. Bu məsələlər qeyb məsələlərdir. Allah Teala diriləcəyimizi deyir. Ancaq hansı yaşda olacağımızı Allah Teala demir. Biz bunu deyə bilərik ki, gənc yaşda, cavan yaşda ola bilərik. Uşaq yaşda əlbəttə ki, olmayacaq. Bir şeylər bilən, həkk eləyən, bir şeylər qavraya bilən yaşda olacağı söyləyə bilərik. Yaxşı insan olmusansa yaxşılıq üzərə, pis insan olmusansa pislik üzərə diriləcəyi Qur'andan biz müşahidə edirik. İnsanların öldükdən sonra diriləcəyi kimi yerdə hərəkət edən bütün canlılar da Rəbbinin huzurunda bir araya gələcəkdir. Bütün canlılar da qiyamətdə diriləcəkdir. Qiyaməti təsvir edən bəzi ayətlərdə kafirlərin və Qur'andan üz çevirənlərin, Qur'anı öz dilində anlamaq istəməyənlərin, ondan uzaq duranların kar, kör və lal olaraq diriləcəyini bildirmişdir. Bu barədə digər Quran dərslərində də ayələr də oxumuşdum. İnsan deyir ki, o dünyada gördüyüm halda niyə kör olaraq dirildim? Allah Teala ona deyəcək ki, sən bu dünyada yaşadığın müddətdə Qur'anı görməməzlikdə dirəndin, onu oxudun, amma həyatından keçirdin, onu oxudun, öksüz, başıboş buraxdın, ərəbcəsini oxudun, anlamadın. Həm də Peyğəmbər də öz ümmətindən narazı olacaq. Bu Qur'anı oxudu, amma onunla əməl eləmədi deyə.
Xoş o kəslərə ki, Qur'anı öz dilində anlayır və Qur'anı həyatda tətbiq edir, yaşayır, onlar nicat tapanlardır. Ölən insan üçün qiyamət başlamış olur, artıq ölüdür, o ölmüşdür və özü üçün heç bir şey edə bilməz, nə zərər, nə də fayda. Nə biz onu eşidərik, nə də o bizi eşidə bilər. İnsanlara sağ ikən yaxşılıq edin, öldükdən sonra sizin ona edə biləcəyiniz bir şey yoxdur. Adət və ənənə olaraq Qur'an kimsə zikirlər oxuyur, mövlüd oxuyub, ona göndərməyinizdə də ona çatan bir şey olmaz. Adətlərdir. Bəzi insanlar deyir ki, mən ona bir 3-5 dənə Qur'an xətm edib göndərəcəyəm, amma ona çatan bir şey yoxdur. Sən onu sağ ikən anlayan dilində oxu ki, həm özünə faydan olsun, həm də sağ olan insana onu oxu ki, onun ölmüş ruhu dirilsin, ölmüş qəlbi dirilsin. İnsanlar, ölmüş qəlbi olanlar çoxdur. Sağ, ölü qəlbi olan insana Qur'anı anlayan dilində oxuyun ki, ölü qəlbləri dirilsin, cana gəlsin, ruha gəlsin, ağlı başına alsın. Yoxsa bədəni ölmüş, ölü insanlara siz onu oxuyursunuz, adət deyə, sonra da sanacaqsınız, budur din. Allah, insanlar öz aralarında anlaşılsın deyə danışır. Allah Teala bizimlə anlaşılmasın deyə danışmış ola bilərmi? Mən sizinlə danışıram, anlaşılsın deyə mən danışıram. Dediyim fikir aydınlaşsın deyə danışıram və yaxud da siz də öz aralarınızda evdə, çöldə söhbət eləyərdə öz aranızda danışırsınız. Başa düşməməkdən ötürü danışırsınız? Anlaşılmamaq üçünmü danışırsınız? Anlaşılmaq üçün danışırsınız. Allah da bizimlə anlaşılsın deyə danışır. Allahın sözü Qur'an-ı Kərimdir. Siz onu anlaşılmayan kitab kimi götürməyin. Anlaşılan çox asan kitabdır Qur'an-ı Kərim. Onu çətinləşdirməyin. Qur'an ölülər kitabı deyildir, dirilərə doğru yol göstərən kitabdır. Həm də Yasinin 70-ci ayəsində deyir. Bu Qur'anı diri olanları xəbərdar etsin deyə göndərdim deyir Qur'an-ı Kərimdə Allah Teala. Nədənsə Qur'anı bir çox insan dəfn mərasimində ya da ölülərə ərəbcə oxuyub göndərirlər. Çoxca bu barədə də danışıram mən. Yenə də bu mövzunu bugün sizinlə paylaşdım. Qur'an ölülərə oxuyan kitab deyildir, dirilərə oxunur. Dirilər üçün oxunur o, ölülərə deyil. Əgər o qədər istəyirsinizsə ölülərə oxuyun, yalnız öz ana dilinizdə də Qur'anı oxuyun ki, anlayasınız. Yoxsa özünüzü robotlaşdırmayın. Ölüyə Qur'an oxuma anlayışı İslamda yoxdur. Oxumaq istəyirsinizsə oxuyun, ancaq öz dilinizdə də oxuyun. Ömür boyu ölülərə onu oxuyub kənar eləməyin. Ömrünüzdə bir dəfə belə olsa Qur'anı öz dilinizdə, ana dilinizdə oxuyun. Adət və ənənələrə insanların bir çoxu din kimi baxır. Diri olan, ölü qəlbi olanlara Qur'anı anlayan öz dilinizdə oxuyun ki, onun ölmüş qəlbi dirilsin. Yoxsa bədəni ölmüş, ruhu Allaha təslim etmiş insana Qur'an oxumaq ona fayda verməz. Siz ölüləriniz üçün yaxşı şeylər edin, sədəqə verin, kiməsə fayda verin, dul olan qadınlara yardım edin, yoxsullara yardım edin. Bunun ona faydası olar. Qur'an bizə bir yol göstəricisi, bir yol xəritəsidir, doğru yola yönləndirmə kitabıdır. Bizim həyat navigatorumuzdur Qur'an. Bilmədiyimiz şeyləri bizə xəbər verən və fayda verən şeyləri öyrədən, insanı adam edən kitabdır Qur'an. Ancaq onu öz dilimizdə anlayaraq oxusaq bunu başa düşərik. Qur'anı anlamaram demək, onu tanımadan hökm vermək deməkdir. Anlayarsan, sən təki anlamaya çaba göstər. Nə qədər anlaya bilsən, Allah səni o qədər imtihan edəcəkdir. Zira Allah heç kəsə daşıya bilmədiyindən artığını yükləməz. Sən hələ bir yük qaldır, bunu anlamaya çalış. Nə qədər daşıya bilirsən. Sən heç yük almadan deyirsən ki, mən bunu daşıya bilmirəm. Bir əl at gör, daşıya biləcəksənmi? Anlayarsan, ancaq anlamamazlığa vurma. İnsanlar öz aralarında başa düşmək üçün danışır. Bəs Allah anlaşılmamaq üçün danışmış ola bilərmi? Nə demək
Nə demək Allahın kitabı anlaşılmır, qəlizdir, başa düşülmür. Bu nə deməkdir? Mən bacarmıram, bu nə deməkdir? Allah bizə anlamasın deyəmi kitab göndərib? Ancaq ərəbcəsini oxuyun kifayətdir. Bunun üçünmü göndərib? Allah bizi açıkça bu kitabı oxuyun, anlayın, təfəkkür edin, düşünün, ağlınızı işlədin deyir. Ağlınızı işlədərəkmi oxuyursunuz ərəbcəsi, yoxsa musiqi ilə, avazla, abu-hava ilə mi oxuyursunuz? Ölülərə göndərirsiniz. O zaman düşünürsünüzmü orada ərəbcə oxuduğunuz təqdirdə orada nələr yazıldığını düşünürsünüz? Düşünmürsünüz. Çünki onu ritual kitaba döndürmüsünüz. Hörmət edirsiniz. Onu oxuyursunuz, amma başıboş buraxırsınız. Onu oxuyursunuz, həyata keçirmirsiniz. Oxuyursunuz, tətbiq eləmirsiniz, yaşamırsınız. Sadəcə ərəbcəsini oxuyursunuz, səsləndirirsiniz. Allah bizi açıkça bu kitabı oxumaya, təfəkkür edin deyir, düşünərək oxumağa bizi çağırır. Allah bizi Qur'anı anlamaya çağırır, yox sən anlamazsan deyirlər bir çoxu. Allah Qur'anda and içərək deyir ki, bu Qur'an anlamaya asandır. Bu Qur'an gerçeği xatırlasın deyə nazil etdik. Quran-ı Kerimdə Allah Teala buyurur. Quran ayələrinə keçək. Əl-Ənam 93. Allaha qarşı yalan uydurandan və ya özünə vəhiy olmadığı halda mənə də vəhiy olmuşdur söyləyəndən və mən də Allahın nazil etdiyinin bənzərini endirəcəm deyəndən daha zalim kim ola bilər? Zalimlar ölümü bürüyəndə bir göysəydin. Mələklər əllərini uzadıb belə deyərlər. Çıxarın ruhlarınızı Allaha qarşı nahaq sözlər söylədiyinizə və onun ayələrinə təkəbbür göstərib üz çevirdiyinizə görə bugün siz alçaldıcı bir əzab ilə qarşılaşacaqsınız. 94. Huzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək tənha, həm də sizə verdiyimiz nemətləri arxanızda buraxıb gəldiniz. Bir çox insan öləndə bank şotları da, zənginliyi də, evi də, maşını da bu dünyada qoyur. Sadəcə özü ilə öz etdiyi əməlləri aparır. Yaxşı işlər eləyin ki, orada itirənlərdən olmayasınız. Yaxşı işlər eləyin ki, yaxşılıq etməkdə yarışın ki, qazananlardan olasınız. Allah da bunu deyir. Yaxşı insan ol, gözəl, nümunəli şəxs ol. Artıq siz ölmüsünüz, bütün mal dövlət də dünyada qoyub getdiniz. Bəs axirətə nə hazırladın? Sizə eşlik və dəstək edəcəyini iddia etdiyiniz şəfaətçilərinizi də yanınızda görmürük. Bəzən kiminsə ətəyinə, əlinə öpüb, bu bizə vid verəndir, bu liderdir deyə onu göylərə qaldırırsınız. Onun ətəyini öpürsünüz. Burada Allah Teala deyir ki, 94-cü ayədə Ənam, sizə eşlik və dəstək edəcəyini iddia etdiyiniz şəfaətçilərinizi də yanınızda görmürük. Hanı onlar? Hanı o əl öpdüyünüz müridləriniz? Ağlınızı başınıza alın. Heç kəsin qabağında baş əyməyin. Sadəcə Allahdan diləyin və istəyin. Artıq aranızda əlaqə qırılmış iddia etdiyiniz şəfaətçiləriniz isə sizdən uzaqlaşmışdır. 134. Başınıza gələcəyi söylənənlər mütləq gələcəkdir. Siz bunun qarşısını ala bilməzsiniz. Uca Allah sizə yaradıb verəndə sevinirsiniz. Bəs vədi çatıb alanda isə insan məyus olur, üsyanlar edir. Həyat verən də, öldürən də Allahdır. Həyat da bir nemət, ölüm də bir nemət. Ölüm faciə deyil, Allaha qavuşmaqdır. Yaxşı insan üçün ölüm faciə deyildir. Allah verəndə insan sevinir. Dünyaya övlad gələndə insan sevinir. Bəs vədi çatıb ruhu alanda insanlar niyə üsyanlar edir? Göz yaşlar axıb insan kövrələr, bu başqa bir şeydir. Üsyanlar, qışqır bağırmalar, bu Allaha üsyandır. Belə şey olmaz. 153. De ki, ey xalqım, əlinizdən gələni edin, mən də edəcəm. Sonda bu yurt Məkkə kimin olacaq öyrənəcəksiniz. Bu bir həqiqət ki,
Səhvlər içində olanlar istədiklərinə qovuşmazlar. Ərəblərin zəngin olanları bugün Məkkədə özlərinin istədikləri kimi həcc ritualları həyata keçirirlər. Qurana uyğun olmayan ritualları və bugünkü həcc ibadəti də Qurana uyğunsuz şəkildə edilir. Mövzunun başında da dediyim kimi 3 ayda olacaq ibadəti 3 günə sıxışdırıblar. İzdihamlar olub, orada ölülər də olur. Bir yerdə ölülər olur. Bu necə din ola bilər? Orada izdihamlarda insan həyatını itirir. Necə? Belə din mi olar? İslam yaşadan dindir, öldürən din deyil. Həcc ibadəti Quranda 3 ayda olmalıdır. Məhəmməd Nəbi öz ömründə bir dəfə həcc ibadət edib, bayaq dediyim kimi, o Məkkədə, o bölgədə yaşadığına baxmayaraq bir dəfə həcc ibadət edib və uydurma din anlayışındakı insanlar da o günü götürərək izdihamlar yaşadırlar. Bu da Allaha, dinə, Qurana, haqqa hörmətsizlikdir. Həccin qiyməti bahalanıb. Bu da bunun belə qiyməti olmamalıdır. Həcc ibadətinin qiyməti niyə Rus pulu ilə desək ki 500.000 rubldan çox olmalıdır? Bu nə qiymətdir? Bu nə üçün gedir? Bu hara gedir bu pullar? Ağlınızı başınıza alın və etdiyinizə baxın. Yunus 45. Allah onları bir yerə toplayacağı gün sanki dünyada sadəcə gündüz vaxtı tanışma ilə keçən qısa bir vaxt qədər qalmış kimi olarlar. Allahın huzuruna çıxmayı yalan sayanlar mütləq ziyana uğrayacaqlar və itirənlərdən olacaqdır. Onlar yola gəlmiş deyirlər. 46. Onları təhdid etdiyimiz şeyin bir qismini sənə göstərsək də, səni vəfat etdirsək də dönüb gələcəkləri yer huzurumuzdur. Həm də Allah onların nə etdiklərinə şahiddir. 47. Hər ümmətin bir elçisi vardır. Uca Allah hər bir bölgəyə elçi rəsul göndərmişdir. Quranda adı keçən 25 nəbi vardır. Ancaq adları keçməyən də bəzi rəsulların göndərildiyi Quran bizə xəbər verir. Elçiləri gəldiyi zaman aralarında haqqa uyğun şəkildə hökm edilir və onlara haqsızlıq edilməz. Hicr 85. Göyləri, yeri və onların arasında olanları o həqiqət üçün, sizləri imtihan üçün yaratdı. O saat təkrar diriliş, qalxış saatı müddət gələcəkdir. Buradakı saat vaxt və zaman mənasındadır. Odur ki, sən də onlara gözəl təzə bir səhifə aç. 86. Həqiqətən Rəbbin yaradandır, biləndir. 87. Sənə o məsani möhkəm ayələr qısa və net məsani və mütəşabih ayələr də onları açıqlayan bənzərləri deməkdir. Həm də ikili açıqlanan deməkdir. Quran-ı Kərim ikili açıqlama sisteminə sahibdir. Bir ayə digər bir ayəti, surədəki ayəti açıqlayır. Quran ayələri bir-biri ilə bağlantılı şəkildə anlaşılır. Bir ayə bir digər ayəni izah edir və belə anlaşılır Quran-ı Kərim. Təkrarlanan ayələrdən 7-sini o möhtəşəm ayət toplusunu verdik. 88. Onların bəzilərini yararlandırdığımız şeylərə gözünü dikmə. Onlara verilənlərə görə kədərlənmə. Möminlərlə yumşaq davran. 98. Və de, şübhəsiz ki, mən açıq-aşkar bir xəbərdar edənəm. Bütün peyğəmbərlər belə buyururlar. Sadəcə onlar xəbərdar və müjdə verənlərdir. 90. Kitablarını parçalara ayrılanların başına gətirdiyimiz şeyləri bir bənzəri. Bunlar dinə tabe olma yerinə dini özlərinə uyduraraq bölünüb parçalananlardır. 91. Onlar Qur'anı hissələrə böldülər. Bir qisminə inanıb digər qismini inkar etdilər. Bugün də dində Qur'andan hökm vermək istəməyənlərin əksəriyyəti Qur'anı sadəcə savab üçün oxuyun deyirlər. Çünki orada olan ayələri desə, özlərinin etdiyi uydurmalara uyğunsuz olacaq. Çünki rituallar və ənənələrin bir çoxu Qur'ana uyğunsuz şeylərdir. Allah Teala Qur'an-ı Kərimdə bizi doğruluğa çağırır. Ritual və ənənələr insanların köhnə və yaxud da təzə, əvvəl yaşamış və yaxud da indi yaşayan, ölmüş, keçmiş və yaxud da indi yaşayan insanların fərziyyələri, düşüncələri və yaxud da xurafatları və ya uydurmalarıdır. Deyək ki, məzhəblər.
Məzhəblər deyək ki, ağıllı insanlar, oxumuş insanlar var məzhəb. Şafii, Hənbəli ağlı başında olan oxumuş insanlardır. Ancaq onlar məzhəbləşdirməyiblər dini, dini bölməyiblər. Onlar öz fikirlərini bildiriblər və deməyiblər ki, bu məzhəbin dalınca sən get, Şafii, Hənəfi, bu məzhəbin dalınca get. Belə bölgülükçülük onlar eləməyiblər. Onlar fikirlərini bildiriblər. Bu gün də insanlar bölgüçülük eləyərək Sünni Şiə ayrı, Hənəfi Hənbəli ayrı, sonra bundan başqa müridlər ayrı, vid verənlər ayrı, uydurmalar. Din dağılır. وَاَعْتَسِبُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا. Hani bu ayəyə riayət edən müsəlman? Hardasınız müsəlmanlar? Hani bu ayəyə niyə riayət edəmirsiniz? Allah Teala deyir, bu dindən hamılıqla birlikdə yapışın, bölünməyin, ayrılmayın, dağılmayın deyir. Niyə dağılırsınız? Birlik niyə ola bilmirik? Qur'andan, dindən, doğruluqdan, ayələrdən misal gətirən kimi Quranist deyib, ondan qaçmaq istəyəcəksiniz. Yaxa qurtara biləcəksinizmi? Ölüm sizi haqlayacaq. Ölümdən yaxa qurtara biləcəksinizmi? Qur'andan, ayələrdən misal gətirəndə onları dinləmək istəmirsiniz. Ancaq məsələ gəldi ki, musiqi ilə mövlud oxumağa o bir səs burax gör, necə də yaxşı oxudu. Bəzilər deyirlər ki, Qur'anı qoy orada, gör necə gözəl oxuyurlar. Qur'anı musiqi, abu hava kimi dinləyirsiniz. Mən də Qur'anı dinləyirəm, həm oxuyuram. Ancaq bunun Qur'anı ərəbcə dinləməsi və oxuması kifayət eləmir. Bir dəfə bir misal gətirmişdim mən. Siz dənizə baxırsınız. Qur'anı ərəbcə oxumağı belə izah edin. Dənizə baxırsınız, ancaq dənizin daşıyıcılığından, suyundan, oradakı zənginlikdən, orada yanacaq məhsullardan istifadə eləməyib, sadəcə dənizə bir baxsaq, necə olar? Siz ancaq Qur'anı ərəbcə oxusanız, belə olmuş olar. Ancaq siz səsləndirirsiniz, baxırsınız. Ancaq onun zənginliyi, onun yararı, faydası siz anlamış olmazsınız. Qur'an sadəcə insan fərəhlənsin deyə, rahatlansın deyə, rahatlanan kitab kimi götürürsünüz siz onu. Kiminsə evdə hüzür var, əlbəttə aç Qur'anı oxu. Hardasa nəsə olub, aç Qur'anı oxu. Bəziləri deyirlər ki, bunları bir kənara qoyub, indi bir çoxu da mən bu il hansısa iş eləyəcəm, iş baş tutsa, nəyisə qurban eləyəcəm, mövlud eləyəcəm və yaxud da bir sürü şeylər eləyəcəm deyən bir mövludum vardı. Allah ilə hansısa alvermi eləməyə çalışırsınız. Allahın sizin edəcəyiniz mövlüdə mi ehtiyacı var? Allah zəngindir. Sizin mövludunuzdan mı qalıb Allah Teala? Ey ağıl sahibləri, ağlınızı başınıza alın. Çünki mən bu ayələri Allah rızası üçün sizlərlə danışıram. Çoxca dediyim ayə də var Qurani Kərimdə. Allah Teala mütəşabih ayələrdir, bənzər ayələrdir, müxtəlif surələrdə də keçir. Bu Qur'andan, bu elmdən, bu bilgidən, bu kitabdan xəbəri olub da onu gizlədəndən daha zalım kim ola bilər Allah Teala deyir. Çünki bunu mən oxumuşamsa, bunu mən açıqlayıb sizə demək məcburiyyətindəyəm. Bunu mən oxuyub anlamışamsa, səsləndirib sizə çatdırmaq məcburiyyətindəyəm. Deməsəm, çatdırmasam, Allah mənə lənət edir. Çünki Allah özü Qurani Kərimdə bunu bəyan edin, açıqlayın, insanlara bildirin, çatdırın, əmir eləyir. Günümüzdəki uydurma din anlayışında olan insanlar nə qədərdir? Qur'anı anlamaya çalışanlar və Qur'anı anlamaq istəyənlər nə qədərdir? Nə qədər məzhəblər var, nə qədər firqələr var, nə qədər uydurmalar var, ustalar var, müridlər var, vid verənlər var. Nə qədərdir? Onların ayağını, ətəyini öpənlər var. Onun qabağında baş əyənlər var. Dindirmi bu? Bu etdiyiniz dindir. Allahın dini deyil. Şeytanların qardaşları eləyər belə şeylər. Heç kəsin qabağında baş əymək olmaz. Mürid qocadırsa, o qoca kişidir. Başqa şey deyil, başqa bir yaşlı, yaş gedib yaşayan qoca kişidir. Mürid. Böyük deyirlər bəziləri. Bəziləri
Avarca Qudiyev deyirlər. Qudiyev də böyük deməkdir. O qədər insanlarda din anlayışı, ə, ə, Allaha inanc o qədər yox olub ki, böyüklük vəsfini hansısa qoca kişiyə verir. Hansısa müridə böyüklük vəsfini verir. Bu Qudiyev deyərək, bu böyükdür bizim deyərək, büyüklük vəsfi ona verir və onu ilahlaşdırır. Bu bütpərəstlikdən fərqi olmayan kafirlikdir. Başqa buna deyəcəyim bir söz yoxdur. Bütpərəstlər bunu eləyirlər. İndiyada olan o qoca kişinin gəzdiyi yeri əl sürtüb üzünə və bədənlərinə sürtürlər ki, ondan bərəkət gəlsin. Onun ayağını, əlini öpürlər. Qabağında baş əyirlər. Bugün o vəziyyət müsəlman arasında var. Müsəlmanlar arasındadır bu vəziyyət. Kimisi belə eləyir, kimisi də orada Türkiyədə çox məşhurdur. Saqqalı şərif deyə Peyğəmbərin saqqalını öpdürürlər. Bu nədir? Bu ağılsızlıqdır. Sözsüz bu bütpərəstlikdir. Buna başqa söz demək olmaz. 91 onlar Qur'anı hissələrə böldülər. Bir qisminə inanıb, digər qisminə inkar etdilər. Bayaq dediyim kimi. Bəzi insanlar Qur'anı oxuyur, özünə fayda verən şeyləri, yaxşılarını deyir, özü üçün fayda olanı. Orada olan bəzi ayələr var ki, Allah Teala deyir, sizə bu dini göndərdim. Yenə siz dədə-babalarınızın etdiklərinin dalınca mı gedəcəksiniz? Sizə kitab olaraq, hökm olaraq, hidayət olaraq bu kitabı göndərdiyim təqdirdə yenə də dədə-babaların sandığı dinin dalınca mı gedəcəksiniz? Bəzi uydurma din anlayışında olan insanlar bu ayəti dillərinə gətirməzlər. Çünki uydurmalar özləri danışırlar. Mən isə yalnız Allaha qulam, yalnız Allaha təsliməm, yalnız ona ibadət edirəm və yalnız ondan kömək diləyirəm. Öldükdən sonra sadəcə mənim şəfaət diləyəcəyim, məni yaradan, öldürən, öldükdən sonra yenidən diriləcək olan uca Allahdır. Sizi də buna dəvət edirəm. Allah bizi Qur'ana çağırır. Siz də Qur'anı anlayın və dəvətim də sadəcə Qur'anı anlayıb onu həyata keçirməyimizdir. Belə etdiyimiz təqdirdə dünyada yaşayış gözəlləşər. Hər bir insan mutlu, gözəl, səmimi, mehriban olar. Qur'an bizi adam eləyən kitabdır. Onu bol-bol oxuyun, anlayan dilində, Azərbaycan, Rus, Türk, avar dillərində. Tərcümə səhvlərində bəzi nöqsanlar var, ancaq hər kəsin əlində internet var, hər kəs araşdıra bilər, axtara bilər, hansı sözün nə məna kəsb etdiyini baxa bilər. Bəzi tərcümə xətalara görə onu oxunmaz kitab halına gətirməyin. Qur'an asandır, başa düşən kitabdır, anlaşılan kitabdır. Qur'anda hökm verməmək istəməyənlərin əksəriyyəti Qur'anı savab üçün oxu deyirlər, onu anlamaya çağırmırlar, belələri də həmin bu hökmə aiddir. Nəhl 84. Hər ümmətdən bir şahid çıxaracağımız gün artıq kafirlik etmiş olanlara hər hansı bir izin verilməyəcək və üzr diləmələri də istənilməyəcəkdir. 85 zalımlar əzab çəkməyə başladıqda onların əzabı yüngülləşdirməyəcək və onların üzünə də baxılmayacaqdır. 86. Şirkət düşmüş olanlar Allaha ortaq saydıqlarını gördüklərində belə deyəcəklər. Ey Rəbbimiz, ortaq sayıb rabitə edib səndən əvvəl yardıma çağırdıqlarımız bunlardır. Onlar dərhal sözə qarışır və sizlər sözsüz ki, yalancısınız deyərlər. Allahdan başqa ilahlaşdırdığınız şəxslər sizi tərk edəcəkdir. Həm onlar üçün, həm də sizin üçün cəhənnəm hazırdır. Allaha ortaq qoşmayın, heç kəsi ilahlaşdırmayın. Allah uca olan ilahdır. Biz sadəcə Allaha boyun əyirik və ona qulluq edirik. 89. Hər xalqdan özlərinə bir şahid çıxaracağımız gün səni də onlara şahid gətirəcəyik. Bu kitabı sənə hər şey üçün bir izah, rəhbər, bir ikram və Allaha tam təslim olanlara bir müjdə olsun deyə nazil etdik.
El-İsra 70. Biz Adəm oğullarını hörmətli, dəyərli etdik. Onları quruda və dənizdə daşıdıq. Onlara park ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün etdik. Bu ayə bizdən əvvəl də bəzi yaradılmışlar olduğuna bir işarədir. 71. Hər insan öz qövmünün irəlidə gedənləri, başçıları ilə birlikdə çağırılacağımız gün kimə əməl dəftəri sağından verilərsə, onlar dəftərlərini oxuyar və nazik bir haqsızlıq da görməzlər. 72. Kim burada dünyada körlük edərsə, məsələn, Quranı öz dilində görməməkdə dirənərsə, çoxca gündəmdə olan, çoxca dediyim məsələdir. Quranı görməməkdə dirənməyin. Onu öz ana dilinizdə oxuyun. Ahirətdə də kör olar. Buradakı fiziki körlük deyil. Bu dünyada Quranı görməməkdə dirənənlər Allah Teala onları kör olaraq həşr edəcəkdir. İnsanın görüb də görməməzlikdə dirənməsini izah edir. Və üstəlik o yolunu çaşmışdır. Əl-Kəhf surə 46. Var dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Qalıcılığı olan yaxşı işlər ki, Rəbbinin qatında həm qarşılıq baxımından daha yaxşıdır, həm də ümid baxımından daha layiqdir. 47. Bir gün dağları hərəkətə gətirəcəyik. O vaxt yerin dümdüz olduğunu görəcəksən. İnsanları və cinləri bir araya toplayacağıq. Onlardan heç birini kənara buraxmayacağıq. 48. Onlar Rəbbinin huzurunda səf-səf duracaqlar. Onlara belə deyiləcəkdir. Qarşımıza sizi ilk yaratdığımız kimi tək başına gəldiniz. Oysa ki, bizim sizin üçün buluşma yeri və zamanı müəyyən etmədiyimizi iddia edirdiniz. 49. Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan dolayı qorxudan tir-tir titrəyər halda görəcəksən. Onlar deyəcəklər, vay halımıza, bu necə bir kitab imiş, o nə bir kiçik, nə də bir böyük, heç bir şey buraxmadan hamısını sayıb yazmışdır. Onlar etdikləri şeyləri öz qarşısında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz. Allah heç kəsə zülm edən deyildir. Taha 14. Həqiqətən mən Allaham, məndən başqa heç bir ilah yoxdur. Mənə qulluq et və məni zikr üçün namazı düzgün və davamlı qıl. Burada Allah mən ifadəsi işlətdi bu ayət-i kərimədə. Tövhid ilə əlaqəli ayələrdə Allah özünün mən kimi tanıdır, bir olaraq tanıdır. Mən ifadəsi işlənir. Cəzalandırma, kitab göndərmə, vəhiy etmə və ruh alma məsələsində isə biz ifadəsi işlənir. Çünki vəzifəli mələklər ilə edilən işlərdə Allah Teala biz ifadəsi işlənir. 15. O saat məzardan qalxış saatı hər kəsin göstərdiyi çabanın, qeyrətin qarşılığını görməsi üçün mütləq gələcəkdir. Nəsə onu gizli tutacaqdım. Qiyamət anidən olacaqdır. Qiyamətin günü qeybdir. Yalnız o saatı, vaxtı sadəcə Allah bilər. Qeyb ilə əlaqəli dərsim olmuşdur. Orada baxa bilərsiniz. Qeyb məsələsi. 16. Ona inanmayan və nəfsinin istəklərinə uyan bir kəs səni ondan qiyamət saatına inanmaqdan yayındırmasın, yoxsa məhv olub gedərsən. Əl-Ənkəbut 104. O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. Yaratmayı da ilk başladığımız kimi təkrarlayacağıq. Bu sözü verdik, sözsüz ki, biz onu yerinə yetirəcəyik. Həcc etdi. Həmin saat gələcəkdir. Ona heç bir şək şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir. Bu dünyada hamımız qiyamətə diriləcəyik. Əl-Ənkəbut 5. Kim Allahın huzurunda çıxmayı gözləyirsə bilsin ki, Allahın müəyyənləşdirdiyi vaxt zaman hökmən gələcəkdir. O daima dinləyən və biləndir. Ər-Rum 43. Dönüşü olmayan bir gün Allah tərəfindən gəlmədən əvvəl üzünü gerçək olan bu dinə tərəf tut, İslam'a, Qur'ana, Allahın dediyinə. O gün insanlar bir-birlərindən ayrılarlar. 44. Kim küfür etsə, küfrü öz əleyhinə, öz ziyanına olar. Kim yaxşı iş edərsə, onlar da özləri üçün cənnətdə yer hazırlayar. Əz-Zümər 69. Yer üzü Rəbbinin nuru ilə aydınlanar. Əməlləri yazılmış dəftər hər kəsin qarşısına qoyulacaq. Peyğəmbərlər, nəbilər və şahidlər gətirilir. Huzura çıxarılanların onların arasında ədalətlə hökm veriləcək və onlar
haksızlık edilməyəcəkdir. 70. Hər kəsə etdiyin qarşılığını tam olaraq verəcəkdir. Allah onların nə etdiklərini yaxşı bilir. Heç kəsə etdiyindən əlavə cəza olmayacaqdır. Quran-Kərimdə bir ayədə mən danışmışdım, digər dərslərdə də olacaq. Allah Taala etdiyimiz bir pis işə bir cəza, bir etdiyimiz yaxşı işə 10 mükafat verir. Allahın nə qədər ikram və lütf sahibi olduğunu biz buradan görürük. Əhkaf 3. Göyləri, yeri və onların arasında olanları ancaq bir həqiqət üçün, sizləri imtahan üçün, sınaq üçün və müəyyən bir vaxta qədər, zamana qədər yaratdıq. Kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər. Bugünkü Quran-ı Kərimdən öyüd, nəsihət, həşr, yaradılış, yenidən diriliş ilə əlaqəli oldu. Həşr dediyim kimi yenidən dirilmə, hesab üçün məhşər yerinə toplanmaqdır. Qiyamət günü günəş, ay olmayacaq, yer Allahın nuru ilə aydınlanacaqdır. Quran ayəsi ilə bunu biz aydınlaşdırdıq. Sözsüz ki, şübhə olmayan qiyamət günü hər bir insan özünün etdiklərini ortaya qoyacaqdır. O gün övladın valideynə, valideynin övlada bir fayda sağlaya bilməyəcəyi bir gün olacaqdır. Bunu da Quran işığında öyrəndik. Biz özümüzü islah edək, özümüzü düzəldək, doğruları yaşayaq və insanları doğruya, ədalətə təşviq edək, insanları Quranla maarifləndirək. Hələ biz sağ yaşayırıq, ölmədən qabaq öz ölümünüzü fikirləşin və nə etdiyinizə baxın. Bəlkə də siz bilməyərəkdən şirkə batırsınız. Ola bilsin ki, insan bilmir, ancaq bilməyərəkdən şirkə batan insana da bəzən deyirəm ki, bu etdiyin Qurana uyğunsuz şeylərdir. O insan məndən üz döndərir və anlattığımı dinləmək istəmir. Bu ağılsızlıqdır, belə şey olmaz. Mən demirəm, mənim dalımca gəlin. Mən özümə məzhəb açmamışam və özümə təriqət açmamışam və mənim dini üniformam yoxdur. Mən sadəcə müsəlmanam, sadəcə Allaha qul olan bəndəyəm və sadəcə hər bir ibadəti Allah rızası üçün edirəm və sadəcə Allahdan şifa diləyib, öldükdən sonra da Allahdan şəfaət diləyən Allahın quluyam. Oxuduqlarımı sizə bəyan etməyimdə, Quran dərslərimin hazırlamağımda məqsəd odur ki, insanların bölgə və mövqeylərinə baxanda insanlar din deyə yaşadıkları uydurmalar görəndə mən məhəttər qalıram. Onların dünyavi və yaxud da bəzi işləri eləməyə ağılları işləyir var. Ancaq din məsələsində gəldiyində etdiklərinə baxanda məyus və məhəttər oluram. Bəzən düşünürəm ki, bu qədər ağılsızlıq olmaz. Onun üçün Quran dərslərini hazırlayıram və sizlərə Quran dərsləri, Allahın ayələrini çatdırıram ki, bəlkə də qula qul olanlar baxıb özlərini islah edib Allaha qulluq edərlər. Allahın çağrısı olan Qurana sizi dəvət edirəm. Mən sadəcə sizə haqq olan Quranı bizim başa düşə biləcəyimiz dildə sizə danışıram, səsləndirirəm ki, biz bu Qurandan cavabdehik. Heç kəs heç kəsi dində nəyisə etməyə məcbur edə bilməz. Həmçinin mən də heç kəsi nəyisə etməyə məcbur eləmirəm. Kiməsə nəyisə danışmıram bunu et deyə. Mən sadəcə Quran-ı Kərimdə dediyi kimi bütün rəsulların vəzifələri nədir? Təbliğ və xəbərdarlıq edib müjdə vermək. Mən özümə peyğəmbər demirəm. Mən Allahın dediyi şəkildə yaşayan rəsul olan Quranı yaşadıram, yaşatdırmaya çalışıram. Və Allah bunu bizdən istəyir və hər bir insanı bunu oxuyub, anlayıb insanlara bəyan etməyi Allah əmr eləyir və İslamın da şərtidir. Mən özümə düşən vəzifəni yerinə yetirirəm. Nə qədər ki sağam, sadəcə Allahın ayələrini bəyan eləyəcəyəm. Çünki dində zorluq, çətinlik yoxdur. Allah buyurur, bütün peyğəmbərlər də bizə sadəcə bir müjdəçi və bizə xəbər verən şəxslər olublar. Onlar da özlərinə vəhy olana tabi olublar. Biz də peyğəmbərlər kimi onların
Qur'ana tabe olduğu kimi, Qur'ana tabe olub, o Qur'anı insanlara çatdırmaya çalışmalıyıq, çatdırmalıyıq. Onların yolunu biz ancaq Qur'anı insanlara təbliğ etdiyimiz təqdirdə getmiş olarıq. Qur'an bir nur olma özəlliyi ilə cəhalətin qaranlığından ilmin və bilginin aydınlığına inananları çıxarır. Allah ağlını işlətməyənləri pisliyə gömər. Buradakı pislik məcaz, cəhalət pisliyinə gömülmüş, ixtilaf və zülm pisliyinə gömülmüş olanları tanıdır. Canlıların ən şərlisi ağlını işlətməyən karlar və lallardır. Buradakı lal və kar fiziki xəstə olanları demir. Haqqı görmək istəməyənləri tanıdır. Həqiqətlərə qarşı qulaqlarını tıxamış olanları. Allah bu dində doğruları yaşayan və doğruları insanlara çatdıran gözəl əxlaq sahibi, nümunəli, mömin bəndə, Allaha təslim bəndə olmağı cümləmizə qismət eləsin. Biz çalışaq, çaba göstərək, biz bu dünyada sağ ikən gözəl işlər, yaxşı işlər, insanlara fayda sağlayan şeylər eləyək. Müsəlman nə deməkdir? Müsəlman Allaha və axirətə inanan və insanların faydası üçün çalışan insan deməkdir. Müsəlman sözünün terim olaraq mənası budur. Biz yalnız Allaha ibadət edirik və yalnız ondan kömək diləyirik. Belə etdiyimiz təqdirdə həm bu dünya, həm də axirət bizim üçün cənnət olar. Çünki bunu Allah bizə müjdəliyir. Bu dünyada cənnət yaşamaq istəyirsinizsə, Qur'anı öz ana dilinizdə, başa düşən dilinizdə oxuyun ki, Allah Teala deyir, həm bu dünyada, həm axirətdə sizə nə qorxu var, nə üzüntü var. İnsanı məyus edən, kədərlədən şey qorxu və üzüntüdür. Qorxunun və üzüntünün olmadığını Allah Teala deyir. Ölüm bizə bir faciə deyil. Allah Teala yaradıb bizə övlad bəxş eləyəndə nemət olduğu kimi ölüm də bir nemətdir. Yaşamaq da bir nemətdir, ölüm də bir nemətdir. Dünyaya gəliş də bir nemətdir, dünyadan köçmək də bir nemətdir. Allah ibadətlərimizi, qurbanlarımızı qəbul eləsin. İbadətləri, qurbanları Qur'anda Allahın bildirdiyi şəkildə uyğun eləməyə cümləmizə qismət eləsin və biz də Qur'anda Allahın bildirdiyi şəkildə qurban ibadətləri eləyək. Söhbəti dinlədiyinizə görə təşəkkürlərimi bildirirəm. Gələn görüşlərədək Allahın amanında qalın. Və aleykum və salam və rəhmətullahi və bərəkatuhu. Sağ olun, var olun. Təşəkkür edirəm.